Mən Lənkəran rayon Liman şəhəri sakini Abdullayev Sadiq Tapdıqoğlu. Mənim şikayətim Lənkəran rayon məhkəməsinin hakimi Nicat Ağabəyovdandır. Mənim oğlum Kazımlı Tural Sadiqoğlu 44 günlük müharibənin iştirakçısıdır, həm də qazısıdır. O yaralanıb və hansı xəstəxanalarda yatıb, bütün kağızları da var, hamısı xəstəxananın kağızları var və cənab prezidentimiz tərəfindən aldığı medallar. Nicat Ağabəyov işi düzgün, Turalın məhkəmə işini düzgün aparır və mənim oğlum Kazımlı Tural Liman şəhər sakini Əhədov Amid tərəfindən şərlənib. Və Amid iddia edir ki, Tural maşınla mənim qıçımı sındırıb. 2025-ci il aprelin 25-də. 2025-ci il aprelin 30-da mən onu Lənkəran rayon mərkəzi xəstəxanasına aparıb, onu rengindən keçirtdim. Qıçından heç bir şey aşkarlanmadı. Və 30-da da hospitalda rengindən keçirtdim. Onun yenə də qıçında heç bir şey aşkarlanmadı. 3 ay üstündən keçəndən sonra Əhədov Amidin qıçından sınıq aşkarlanıb. Onu da Lənkəran rayon mərkəzi xəstəxanasının həkimi Şərif Hüseynov yazıb. Və Şərif Hüseynovu bu martın ikisində məhkəməyə dəvət elədilər. O gəldi, onun qıçında 5-6 sınıq saydı. Olmayan bir sınıqları. Yəni ki, mən hakimə bu kağızları, onun ayağının sağlamlıq kağızlarını və bir neçə sübutu poçt vasitəsi ilə göndərmişəm. Bu da çeklərdir. Poçtun çekləri, göndərdiyim məktubların çekləri. Heç birin aşkara çıxarılıb demir. Heç bir dənə mənim sübutumu ortalığa çıxardıb demir. Amma durub məhkəmə zalında mənim oğlumu durğuzub hakim ayağa deyir, aparın 4000 verin, qutarsın geçsin. Mənim oğlum 80 manat pensiya alır. 4000'i hardan verməlidir ona? Nətər vermir? Niyə verməlidir? Onun qıçı sınmayıb. Bu günləri də martın 16-sı yenə məhkəmə idi. Hakim, vəkil, bizim vəkil deməli, oğlumun vəkili vəsadət qaldırdı ki, Əhədov Amidi Bakı şəhərinə ekspertizaya göndərməyə. Hakim icazə vermədi və deyir ki, prokuror da icazə vermir. Ona görə ki, həkim gəlib burada iştirak edib. Yəni, nəyə görə icazə vermirlər ki, onu ekspertdən keçirməyə? Burada səbəb nədir? Yəni, bunların yalanları üzə çıxdığına görədir. Nəyə görədir? Göya bu, mənim oğlum vətən üçün canım qoyub 2 oğlum. Bir oğlum da bir dəqiqə hər hazırda hərbi xidmətdədir. Amma o Əhədov Amid indiyə qədər heç 36 yaşı var, əskəri də olmayıb bu günə qədər. Nəyə görə? Yəni ki, bu qazı ilə bu hakimlər beləncə rəftar eləyirlər. Səbəbi nədir? Mən xahiş edirəm cənab prezidentimizdən və məmurlardan mənim oğluma Bakı şəhərindən hakim ayrılsın. Xahiş edirəm cənab prezident İlham Əliyev sizdən. Mənim oğluma Bakı şəhərindən hakim ayrılsın. Mən bu hakimdən mənim oğlum imtina eləyir. Başqa bir hakim xahiş edirəm Bakı şəhərindən göndərilsin. Bu işi düzgün aparılsın. Bəli, əgər oğlum sındırıbsa gedib cəzasını çəksin. Bir də xahişim budur ki, Əhədov Amidi Bakı şəhərinə aparılsın, ekspertiz olunsun. Bir dənə mənim xahişim budur sizdən. Çox sağ olun, cənab prezident, xahiş edirəm buna qulaq asan da paylaşsın, hamı görsün bunu.